Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü partlayış olub. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının təsirindən ümumi sahəsi 40 kvadrat metr olan bir otaqlı mənzilin mətbəxinin pəncərəsi çərçivədən çıxıb. Mətbəxin tavanının lambirdən ibarət örtüyü sıradan çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılır, əlavə məlumatlar veriləcək. Sabunçu rayonunun Zabrat qəsəbəsində isə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Ərazidə yaşayan şəxslər hadisəyə yüksək sürətin səbəb olduğunu deyir. Belə ki, VAZ 2107 yuxarıdan işıq yandırmadan gəlib, Toyota Prado isə işıqforda yaşıl işıqdan keçən zaman onu görməyib. Maşın çox yüksək sürətlə gəlirmiş. Yer bütün zizlibilidir. Elə bil bomba partlamışdı. Çox pis qəza olub deyə sakinlər bildirib. Təbibdən açıqlanan son məlumatda isə bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Çağrı ünvanında təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər, ikisi qadın, 3-ü kişi olmaqla müştərək travmalar diaqnozu ilə Sabunçu tibb mərkəzinə təxliyə olunub. Hadisə nəticəsində bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Tibb mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir, onların vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır deyə məlumatda qeyd olunub.